Selamun aleyküm. Bu gördüğünüz müştərilər bizi sevib, bizə dəyər verib, yaxınlaşan müştərilərdir ki, çünki biz bəzilərindən fərqli olaraq müştərilərə pul gözü ilə yanaşmamışıq. Həmişə qardaş gözü ilə yanaşmışıq. Və bizim Bakıxanovda açılmış ikinci filialımız sizlər üçün və bizlər üçün xeyirli olsun. Çünki biz buraya əziyyətlə gəldik, əziyyətlə də davam edəcəyik. Yeni nailiyyətlərlə görüşmək ümidi ilə. İkinci filialı açıq elan edirik. Xeyirli Bugün servisimizdə görülən işlər haqqında kiçik bir məlumat verəcəyik. Bax, bu gördüyünüz avtomobil Chevrolet Cruze 1.4 motor Amerikankadır. Avtomobildə freon qazı yenisi ilə əvəz olunur. Bax, bu gördüyünüz avtomobil Chevrolet Cruze Amerikanka modelidir. Deməli, avtomobildə yaranan problem askı sistemindən səs gəldiyi üçün askı sistemində detallar dəyişiləcək. Korobka düşəcək, korobka düşən zaman korobkanın yağ filtri, korobkanın yağı dəyişiləcək və mühərrik turbo hissəsində problem var. O problemlər aradan qalxıb müştəriyə tam zəmanətli şəkildə təhvil veriləcək. Və bizdən ikinci əl ehtiyat hissəsi olaraq turbo qoyulacaq, əlbəttə ki, münasib və keyfiyyətli detalla. Garantiya da verəcək, müştərini yola salacaq. Yorulmayın sevgili usta. Gördüyünüz avtomobil Chevrolet Malibu 2018-ci ildir. Deməli, avtomobildə yaranan problem korobka salnik sistemindən yağ axıdır, vakumsazlatır, kitabsız hissədən yağ axıdır və avtomobilin mühərriki çıxıb arxa salniki dəyişiləcək. İnşallah hər bir detal dəyişilib, orijinalla əvəz olunacaq və qardaşa garantiyalı şəkildə ucuz və keyfiyyətli olaraq yola salacaq. Buyurun usta, işinizdə davam edin. Bu gördüyünüz avtomobil Kia Sportage 2 motor sadədir. Avtomobil sürətlər qutusunun yağı dəyişiləcək, ümumi texniki baxış olunacaq və askı sistemində yaranan problemlər aradan qalxacaq. Və mühərrikdə yağ axıdan detallar var, həmən detallar aradan qalxacaq. Modelindən, markasından asılı olmayaraq hər bir gördüyümüz işə verdiyimiz detala zəmanət veririk. Gördüyünüz avtomobil Chevrolet Malibu Amerikanka 1.5 turbo modelidir. Deməli, avtomobildə yaranan problem elektronika barəsində problemi var. Rlavoy nahiyədə elektronika motor olduğu üçün rlavoy nahiyədə problem var və avtomobilin kondisioner qazı yenisi ilə əvəz olunur. Buyurun Yusuf, sizə yorulmayın. Bu gördüyünüz avtomobil yeni model Chevrolet Cruze modelidir, 1.6 dizel. Avtomobildə elektronlu problemlər var. Elektronlu problemlər aradan qalxır və YGR sistemində tutqunluq olduğu üçün həmən sistem təmizlənəcək və müştəri inşallah ideal vəziyyətdə təhvil veriləcək. Yorulmayasınız, dəyərli Emin ustamız. Bu gördüyünüz avtomobil Çangan 2015-ci ildir. Avtomobildə mühərrikin yağı dəyişiriləcək, kampaniyadan yararlanır. Kondisioner filtri dəyişiriləcək, mühərrik filtri dəyişiriləcək və ümumi mühərrik fana yuyulacaq və qardaşa təhvil veriləcək. Yorulmayasınız, sağ olun usta. Sağ olun. Bu gördüyünüz avtomobil isə Chevrolet Malibu 2018-ci ildir. Avtomobildə yaranan problem Porsche ətəyi sınması barəsində 92 aktanlı yanacaqdan istifadə etdiyi üçün mühərrikdə problem yaranır. Və bu avtomobilə şəxsən özüm qulluq edəcəm, avtomobil mühərriki söküləcək, orijinal detallarla əvəz olunacaq və qardaşa garantiya verəcək ki, siz bu barədə bir daha problem yaşamayasınız.